Rusiyanın 2022-ci ildə başladığı geniş miqyaslı işğalından bəri Ukraynaya qarşı ən intensiv dron hücumlarından biri şənbə gecəsindən bazar gününə keçən gecə həyata keçirilib. Associated Press-in məlumatına görə Rusiya ümumilikdə 273 partlayıcı dron və saxta hədəf göndərib. Ukrayna hərbi hava qüvvələrinin açıqlamasına əsasən onlardan 88-i vurulub. 128-i isə ehtimal ki, radioelektron mübarizə vasitəsilə sıradan çıxarılıb. Hücumlar əsasən Kiyev, Dnepropetrovsk və Donetsk vilayətlərini hədəfə alıb. Ukrayna hərbi hava qüvvələrinin məlumatına görə bu müharibə başlayandan bəri Rusiyanın Ukraynaya qarşı həyata keçirdiyi ən böyük dron hücumu sayıla bilər. Lakin rəsmi təsdiq hələ verilməyib. Bu hücum Rusiyanın müharibənin 3-cü il dönümündən bir gün əvvəl Ukraynaya qarşı 267 dron istifadə etdiyi əvvəlki rekord hücumdan daha iridir. Kiyev vilayətinin qubernatoru Mykala Kalaşnik bildirib ki, dron hücumu nəticəsində 28 yaşlı qadın həlak olub, 4 yaşlı uşaq daxil olmaqla daha 3 nəfər yaralanıb. Digər tərəfdən Rusiyanın Müdafiə Nazirliyi gecə ərzində 7 Ukrayna dronunun bazar günü səhər isə əlavə 4 dronun vurulduğunu açıqlayıb. Digər tərəfdən Rusiyanın Müdafiə Nazirliyi gecə ərzində 7 Ukrayna dronunun bazar günü səhər isə əlavə 14 dronun vurulduğunu açıqlayıb. Bu hücumlar Moskva ilə Kiyev arasında illərdən sonra keçirilən birbaşa danışıqların cümə günü nəticəsiz başa çatmasından sonra baş verib. Rusiya prezidenti Vladimir Putin, Ukrayna prezidenti Volodymyr Zelenskinin Türkiyədə birbaşa görüş təklifini rədd edib. Halbuki Putin özü də birbaşa danışıqlar keçirməyi təklif etmişdi. Lakin bu prezident səviyyəsində deyil, daha aşağı səviyyədə nəzərdə tutulurdu. Ukrayna və Qərb müttəfiqləri, o cümlədən ABŞ 30 günlük atəşkəs çağırışı etsələr də razılıq əldə olunmayıb. ABŞ prezidenti Donald Trump bazar ertəsi Putinə, daha sonra isə Zelenskiyə və bir sıra NATO ölkələrinin liderlərinə zəng edərək Ukraynada müharibənin dayandırılması ilə bağlı danışacağını bildirib. Давай я попробую забить. Böyük Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına istinadən bildirib ki, Vladimir vilayətinin Kijat şəhəri yaxınlığındakı Rusiyanın 51-ci Baş Raket Artilleriya İdarəsinin silah-sursat anbarında baş verən geniş miqyaslı partlayışlar xarici hücumdan daha çox daxili nasazlıqlar nəticəsində baş verib. Moskvadan təxminən 80 km şərqdə yerləşən anbar aprelin 22-sində çoxsaylı partlayış nəticəsində məhv edilib. Ukrayna dezinformasiyaya qarşı mübarizə mərkəzinin məlumatına görə orada təxminən 105 min ton sursat, o cümlədən ballistik raketlər, hava hücumundan müdafiə və hava yer silahları, artilleriya mərmiləri və Ukraynada cəbhə xəttində istifadə üçün nəzərdə tutulmuş yüngül silah sursatları saxlanılırdı. Britaniya rəsmiləri qeyd ediblər ki, peyk şəkilləri ərazinin 1 kvadrat kilometrdən çoxunun partlayışdan zərər gördüyünü göstərir. Böyük Britaniya kəşfiyyatının qiymətləndirməsinə görə bu dağıntı Rusiyanın Ukraynadakı qüvvələrini təmin etmək qabiliyyəti üçün əhəmiyyətli bir geriləmədir. Hesabatda deyilir. Bundan əlavə yanğından zərər görmüş, qeyri-sabit partlamamış sursatlar obyektin xaricinə düşə bilər ki, bu da yaxınlıqdakı mülki əhali üçün potensial təhlükə yaradır. Rusiya Müdafiə Nazirliyi iddia edib ki, partlayışlar saxlanılan sursatların detonasiyasına səbəb olan yanğınla başlayıb. Böyük Britaniya Müdafiə Kəşfiyyatının yenilənmiş məlumatlarında bu izahat Rusiyanın silahlarla rəftar və saxlanma prosedurlarında mövcud olan xroniki çatışmazlıqlarla uyğun gəlir. Britaniya hesabatında deyilir. Silahlarla rəftar prosedurlarının zəif olması ilə yanaşı, sursatların sərlənkar şəkildə saxlanması bu itkiyə səbəb olmuşdu. Böyük Britaniya Müdafiə Nazirliyi daha sonra bu hadisəni Rusiyanın hərbi texnikasını idarə etməsində müntəzəm olaraq sübut olunan uzun müddətli səriştəsizlik
tendensiyasının bir hissəsi kimi xarakterizə edib. Böyük Britaniya rəsmiləri belə qənaətə gəliblər ki, 51-ci Baş Raket Artilleriya İdarəsinin arsenalının məhv edilməsi çox güman ki, cari münaqişə zamanı Rusiyanın öz daxili hərəkətləri nəticəsində yaşadığı ən böyük sursat itkisidir. Məlumdur ki, 51-ci Baş Raket Artilleriya İdarəsinin arsenalında 45 anbar və 30 sursat saxlama məntəqəsi olub. Layihə üzrə tutumu 264 min tonna qədər müxtəlif sursatdır. Hücum zamanı nə qədər sursatın olduğu məlum deyil. İstənilən digər Baş Raket Artilleriya İdarəsinin arsenalı kimi bu da dar ixtisaslaşdırılmışdır və artilleriya mərmilərindən və tank əleyhinə raketlərdən tutmuş zenit və ballistik raketlərə, taktiki raket sistemlərinə qədər tam çeşiddə sursat saxlamaq üçün nəzərdə tutulmuşdur. Eyni zamanda arsenal təkcə saxlama üçün deyil, həm də sursatların texniki xidməti üçün nəzərdə tutulmuşdur. Ukrayna Təhlükəsizlik Xidmətinin keçmiş əməkdaşı və hərbi ekspert İvan Stupak Radio MV-nin efirində bildirib ki, Rusiya Krımda yarımadanı hər tərəfdən qoruyan xeyli sayda hava hücumundan müdafiə sistemi yerləşdirib. Stupak izah edib. Onlar öz düşüncələrində belə hesab edirlər ki, Ukrayna Krım yarımadasına desant çıxarmağa cəhd edə bilər. Xüsusilə də Ukraynanın müdafiə kəşfiyyatı artıq belə bir cəhd etdiyi üçün, bəli, bu çox böyük miqyaslı və uğurlu olmadı. Lakin onlar cəhd etdilər. Buna görə də havadan və sudan müdafiə olunmaq lazımdır. Buna görə də orada çoxlu kompleks var. Eyni zamanda o əlavə edib ki, təyyarələri yarımadanı fəal şəkildə skan edən qərb müttəfiqləri Ukraynaya Krım ərazisində düşmən hava hücumundan müdafiəsini məhv etməkdə kömək edirlər. Stupak əlavə edib, qərb kəşfiyyat təyyarələri müntəzəm olaraq Krım yaxınlığındakı neytral sular üzərindəki hava məkanındadır və skan edir harada və nə yerləşir. Rusiya hava hücumundan müdafiəsi cavab verməyə məcbur olur. Onlar radarları işə salır. Bu təyyarələri izləməyə məcbur olurlar və ovçu bu hava hücumundan müdafiə sistemlərini izləyir, məlumatları Ukraynaya ötürür və sonra Ukrayna həm radar qurğularına, həm də personala dəqiq zərbələri endirə və onları məhv edə bilər. Daha əvvəl Ukrayna Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələrinin nümayəndəsi Dmitri Pletsençuk bildirmişdi ki, Rusiya hava hücumundan müdafiə sistemlərini müxtəlif istiqamətlərdən götürərək Krıma köçürür. Onun sözlərinə görə onlar işğal olunmuş yarımadanın səmasını Rusiya regionlarının özündən daha yaxşı qorumağa çalışırlar. Hərbi ekspert Pavel Naroznunun fikrincə, Krımda Rusiya hava hücumundan müdafiəsinin məhv edilməsi Ukrayna müdafiə qüvvələrinin işğal olunmuş yarımadaya qarşı daha dərin hücumlara hazırlaşması demək ola bilər. O xatırladıb ki, Krım düşmənin logistika bazasını, çünki müvəqqəti işğal olunmuş ərazilərə ən çox təchizat yarımada vasitəsilə gedir. Rusiya Federasiyasından mallar dəniz yolu ilə, bəziləri isə körpü vasitəsilə çatdırılır. Çünki sonra bütün bunlar cəbhəyə gedir. Eyni zamanda o əlavə edib ki, Ruslar bunu Azov dənizi boyunca da çatdıra bilərlər. Lakin bu variant Krım vasitəsilə olduğundan qat-qat çətin və təhlükəlidir. Narorni vurğulayıb. Ukrayna zərbələri son zamanlarda olduqca uğurlu olub. Bunlar yanacaq və sursat bazalarının məhv edildiyi Krım ərazisinin dərinliklərinə doğru növbəti daha güclü
zərbələrə hazırlıq ola bilər. Lakin hətta hava hücumundan müdafiə sistemlərinin özlərinin məhv edilməsi düşmən üçün çox həssas bir zərbədir. Onun sözlərinə görə Ukrayna son zamanlarda əsasən dronlardan istifadə edərək Rusiya hava hücumundan müdafiə sistemlərinə çox sayda zərbələr endirib. Ekspert xatırladıb ki, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi özünün son işləməsini dronlar daşıyan pilotsuz qayığı nümayiş etdirib.